Excel proqramında ən maraqlı əmrlərdən biri də hər hansı bir xanaya, sütuna və yaxud sətirə qadağaların qoyulmasıdır. Tutaq ki, biz C xanasına bir qadağa qoymaq istəyirik. Məsələn, C xanasında yalnız 2 rəqəmli də yazmaq olar. Tutaq ki, hər hansı bir böyük bir müəssisədə işləyirsiniz. Burada məsələn hər hansı bir hesabatlar gedəcək və bu xanada, bu sətirdə, sütunda hər hansı bir rəqəmin artıq yazılması böyük bir problem yarada bilər. Ona görə də biz bu sütununa qadağa qoymaq istəyirik. Bunun üçün C xanasını seçdik. Tabından Data Validation əmrini seçirik. Ekrana belə bir pəncərə gəlir. Biz tutaq ki, burada bir nümunə göstərəcəm hələlik. Maraqlı olsa əlavə videolar çəkəcəm. Date əmrini seçirik. Burada biz kiçik ilk rəqəm 10-dan endeksə 99. Yəni ki, yalnız 2 rəqəmlərdən olsun. OK əmrini veririk. İndi bundan sonra baxırıq. 0 yazdı, 9 yazdı, səhv verdi. Yəni deyir ki, yalnız 2 rəqəmi yaza bilərik bura. Məsələn, 56 yazdıq, yazdı. 89 yazdıq, yazdı. 10 yazdıq, yazdı. 99 yazdıq, yazdı. İndi 100 yazırıq. Səhv verdi. Bunu başqa biraz da maraqlı eləmək üçün eləmək olardı. Biz yenə seçdik buranı. Data Validation əmrinə girdik. Input message səhifəsinə giririk. Burada biz başlıq yazırıq. Yazırıq diqqət. Burada yeni bir işimiz gəlib. Bilmir. Onun üçün bir mesaj yazırıq. Bu xanaya yalnız 2 rəqəmli ədəd daxil etmək olar. OK əmrini veririk. Baxın, bu xanalar, bax, qıraqda hər hansı bir sütunda vursaq olmaz. Yəni, amma C sütununa aid bütün xanalar hər hansı birində vursaq, görürsünüz, belə bir mesaj gəlir. Ki, bu xanaya yalnız 2 rəqəmlər. Yox, əgər bizim geri gələn işçimiz biraz keyli, bunu da görmürsə, onda biz nə edə bilərik? Onda onun üçün başqa bir mesaj yazırıq. Data Validation əmrinə girdik. Bax, 3-cü pəncə error əmrini verdik. Burada yazırıq. Səhv. Məsələn, işçimizi də tutaq ki, Əhməddir. Ay Əhməd. Axı dedim 2 bu xanaya yalnız 2 rəqəmli ədəd daxil etmək olar. Yine OK veririk. Baxın, indi biz 100 yazdıq. Baxın, səhv. Ay Əhməd, axı dedim bu xanaya yalnız 2 rəqəmli ədəd daxil etmək olar. Yəni, bunu biz istənilən 2 rəqəmli yazsa, bu mesaj gəlməyəcək. 150 yazırıq ki, 3 rəqəmli yerdən kimi avtomatik bu belə bir mesaj gəlir.